B2B işləyən şirkətlər bile artıq onlayn seminlə qururlar ki, bu mövcud rəqabət durumunda geridə qalmasınlar. Mənim öz strukturum var, mən ancaq belə işləyəcəm. Belə bir dünya yoxdur. Sıradan idarəçilik tərzi ilə idarə eləmək dönəmi bitir. Çox şirkətləri görürük. Bugün çox şirkətlər var. Amma gələcəkdə o deməkdir ki, bu şirkətlərin hamısı ayaq üstə duracaq. Gələcəyin şirkətləri güclü satış komandaları olan şirkətlər olacaq. Bu strukturu nədir? Birinci, hər kəsin öz işinə hakim olmasıdır. Komanda üzvlərinin. Yəni, mən əgər bir menecerlərdən təşkil olmuş bir satış komandası qurmaq istəyirəmsə, bu işi bilən insanları mən bura qoymalıyam və yaxud özüm yetişdirməliyəm. Yəni, biz satış şirkətdir bu, IT şirkət deyil. Hər kəsə bir proqram verirlər, onun üzərində işləyirlər. Xeyr, mükəmməl şəkildə kommunikasiya olmalıdır. Olmayanda orada lazımi şəkildə inkişaf eləyə bilməz. Hər şey başdan başlayır. Mən özüm doğru olmalıyam ki, mən komandamı doğru formalaşdıra bilim. Strategiya qura bilmirik və işçilər deyir ki, yaxşı işləməliyik, hər şey qaydasında olmalıdır, satışlarımızı 100% artırmalıyıq, hər şey qaydasında olmalıdır. Amma ortada nə bir sistem var, nə bir normal bir məqsəd var, nə koordinasiyalı bir çalışma var. Sonra da deyir ki, niyə burada uğuru olmadı?